Salam şagirdlər, bugünkü dərsimizin izahı olacaq. Mövzu 59 sənayinin digər sahələri, nəqliyyat, rabitə və ticarət. Azərbaycanda sənayenin inkişafı 19-cu əsrin 60-cı illərindən başladı. Bu dövrdə muzlu əməyə əsaslanan, eyni zamanda buxar mühərrikləri ilə təchiz edilmiş fabrik zavod istehsalı yarandı. Bu artıq Azərbaycanda kapitalist münasibətlərinin yaranmaya başlaması deməkdir. 1861-ci ildə Rus kapitalistləri tərəfindən Şəkidə ipək fabriki yaradıldı. İpək sənayesi xarici kapitalistlərin əlində idi. Əlvan metallurgiya sənayesi də xarici kapitalistlərin əlində idi, almanların əlində idi. 1865-ci ildə almanlara məxsus olan Siemens qardaşları şirkəti Gədəbəydə müsərrifmə zavodu açdılar. 1883-cü ildə isə Qalakən müsərrifmə zavodu açdılar. Bu dövrdə ipəkçiliyin mərkəzi Şəki olsa da, Şuşa, Cəbrayıl, Naxçıvan qəzalarında da ipək emalı müəssisələri fəaliyyət göstərirdi. Azərbaycan sahibkarları arasında deməli, Rusların müstəmləkəçi iqtisadiyyatına zərbə vuran ilk sahibkar Hacı Zeynalabdin Tağıyev olmuşdu. Müstəmləkəçi iqtisadiyyat nə idi? İstehsalın yarımçıq saxlanıldığı, istehsalın başa çatdırılmadığı iqtisadiyyat idi. Hacı Zeynalabdin Tağıyev 1900-cü ildə Bakıda toxuculuq fabriki açdı və beləliklə müstəmləkə iqtisadiyyatına xas olan bir tərəfliyi aradan götürən ilk sahibkar da məhz Hacı Zeynalabdin Tağıyev oldu. Bu dövrdə Azərbaycanlı sahibkarlar balıq sənayesində üstünlük təşkil edirdilər. Yerli xammalar islanan tütün fabriki də bu dövrdə ilk dəfə olaraq Şəkidə açılmışdı. Azərbaycanda yeni bir ticarət forması olan yarmarka ticarəti, birja ticarəti məhz bu dövrdə Bakıda tətbiq edilmişdi. 1883-cü ildə Bakı-Tiflis dəmir yolunun çəkilməsi nəticəsində Azərbaycan Azərbaycan Qaradəniz sahillərinə çıxış əldə edə bildi və Batum dəmir yolu ilə birləşdi. 1900-cü ildə isə Biləcəri, Dərbənd, Petrovsk, Maxaçqala dəmir yolunun çəkilməsi nəticəsində Azərbaycan Ümrüsiya dəmir yoluna birləşdirilərək Ümrüsiya bazarına qoşuldu. Bu dövrdə Azərbaycanda rabitə sahəsində də işlər görülmüşdü. İlk rabitə mərkəzləri 19-cu əsrin 60-cı illərində Bakı, Tiflis, İrəvan, Naxçıvan və Gəncə arasında çəkilən rabitə xəttləri idi. 1886-cı ildə isə Bakıda mərkəzləşdirilmiş telefon stansiyası istifadəyə verildi.